Qardabani şəhərində yerləşən tarixi Marağa məscidi əsaslı yenidən qurma işlərindən sonra istifadəyə verilib. Məscidin açılış mərasimində bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Gürcüstanın şərqi müftisi Etibar Eminov, Azərbaycan səfirliyinin məsul katibi Cavid Məhərrəmov, İran səfirliyinin dini işlər üzrə müşaviri Əli Qurbani, Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri Mahmud Göl, Qardabani şəhərinin meri David Qarqateli, Qardabani Ruhanilər Şurasının rəhbəri Hacı Ramin İgidov, şəhər sakinləri, rəsmi şəxslər, ziyalılar və digər bir sıra din xadimləri iştirak ediblər. Qeyd olunub ki, məscidin tarixi 1825-ci ilə dayanır. Bu fakt Marağa məscidini Gürcüstandakı ən qədim məscidlərdən birinə çevirir. 19-cu əsrin əvvəllərində inşa olunan məscid binası Sovet hakimiyyəti illərində məktəb və qənnadı fabriki kimi istifadə edilib. 2011-ci ildən burada aparılan təmir bərpa işlərindən sonra Marağa məscidi yenidən dindarların ixtiyarına verilib. Sözgedən tikilinin üslubu klassik İslam memarlığını əks etdirir və bölgənin dini mədəni irsinin qorunmasında mühüm rol oynayır. Bismillahirrahmanirrahim. Bugün biz Qardabani rayonunda Marağa məscidinin açılışını qeyd edirik. Bugün eyni zamanda 12-ci İmam Sahib Ələsr və Zamanın doğum günüdür. Bu iki əlamətlər günü bu Qardabani'də qeyd elədik. Bildiyiniz kimi məlumat üçün çatdırmaq istəyirəm ki, belə bir məscidin ərsəyə gəlməsində Hacı Fərhad Əliyevin böyük zəhmətləri olubdur. Böyük vəsait xaricləyib bu belə bir məscidin ərsəyə gəlməsində. Məlumat üçün belə bildirim ki, sizə 3 dənə məntəqədə, 3 dənə şəhərimizdə bir də belə bir məscidlərin inşası davam edir. Biri Dumanissi rayonunda Qarabulaq məntəqəsində, biri Bolnisidə, biri də Kaspi zonasında, üçü də tamamlanmaq üzrədir. Artıq bir ildir onların inşası başlanıb. İnşallah ümid edirəm ki, bu ilin axırlarına, sonlarına kimi yekunlaşar. Onların da açılışında hamımız bir yerdə iştirak edərik. Eyni zamanda neçə ildir tikintisi davam edən Marniyulidə yerləşən İmam Rıza Təhsil Mərkəzinin də keçən ilin sonlarında inşası tamamlanıb, yekunlaşıb. İnşallah yaxın zamanlarında onun da açılışı olacaq. Bismillahirrahmanirrahim. Hal-hazırda olduğumuz məscid Gürcüstanın ən tarixi məscidlərindən biridir ki, təqribən 200 il yaşı var. Məscid inşa olan 19-cu əsrin əvvəllərində inşa olunsa da 1936-cı ilə qədər fəaliyyət göstərmişdir. Ondan sonra onun fəaliyyəti Şura hökuməti zamanı dayandırılmışdır və ondan sonra məktəb olaraq fəaliyyət göstərilmişdir və 1993-cü ildə sonradan əsl təyinatına qayıdaraq Allah evi kimi artıq xalqın köməyi ilə təmiri başlanmışdır. Amma sonradan məscid böyük təmirə ehtiyacı olduğuna görə, əsaslı təmirə ehtiyacı olduğuna görə yanımızda dayanan çox hörmətli Hacı Fərhad bizim elimizin xeyriyyətçi şəxsiyyəti, Hacı Fərhad müəllimin özünün şəxsi vəsaiti hesabına məsciddə əsaslı təmir və bərpa işləri aparılmışdır. Bu təqribən 2012-ci ildən başlayaraq 2022-ci ilə qədər davam eləmişdir. Bu 10 il ərzində məscid əsaslı təmir olunmuş və bu gözəl memarlıq üslubunda gözəl bir görkəm almışdır. Tədbirdə Marağa məscidinin yenidən istifadəyə verilməsi tolerantlıq və birgə yaşayışın bariz nümunəsi kimi qiymətləndirilib. Məscid xeyriyyətçi Hacı Fərhad Əliyevin dəstəyi ilə bərpa olunub. Tədbirdə Gürcüstandakı məscidlərin ümumi vəziyyəti barədə ətraflı məlumat da verilib. Bildirilib ki, bugün Gürcüstanda 400-ə yaxın məscid fəaliyyət göstərir və onlardan 40-a yaxın məscidin yaşı bir əsrdən çoxdur. Qeyd edək ki, daha sonra Qardabani'də Həzrəti İmam Məhdi Əcəlallahu Fərəcahu Şərifin təvəllüdü münasibəti ilə Kosalı Şadlıq Sarayında bayram tədbiri keçirilib.